sizləri videolarımda qeyd etdiyim qayda PDF-lərimlə tanış eləmək istəyirəm. Yəni, hər mövzuya uyğun PDF-lər yazılır. Yəni, hansı mövzunu işləyirsinizsə, həmən mövzuya uyğun, məsələn, əvvəla bu qayda PDF-lərini əldə edib tanış ola bilərsiniz. Və burada, yəni, üstünlük nədədir digər qayda kitablarından? Nümunələr, elə topluda nümunələr götürərək, onu da yəni, sadə dildə, müəllimin izahı dilində yazmağa çalışmışam. Və digər tərəfdən bu şəkildə görürsünüz qaydaları, yəni konspekt şəklində yazılıb deyən, elə bil ki, müəllimin dilindən eşitmiş kimi oxuyacaqsınız. Yəni, kiməsə maraqlıdırsa, nömrələr açıqlamada var, əldə edib faydalana bilər. Hər vaxtınız xeyir, dəyərli izləyicilər, şagirdlər. Cüvənin 2025 buraxılışından funksiyalar mövzusundayıq. Birinci sualla başlayaq. Deməli, birinci sualda deyir ki, fx bərabərdir 5x üstəgəl 6 olarsa, f0-ı tapın. Uşaqlar, f0 bilirsiniz nə deməkdir? Yəni deyir ki, x-in yerinə 0 qoy. Onda 5 vur 0 üstəgəl 6. 5 vur 0 0 gedir, üstəgəl 6 da 6 edir. B variantı. İkinci sual. Burada da bizə deyir ki, f1-i tap. Yəni nə demək istəyir? Bax, x-in yerinə deyir 1 qoy. Onda nə olacaq? f1 bərabərdir. 1-in kvadratı çıx 3 vur 1 üstəgəl 5. Bax, 1 ilə 5 6 elədi. 6-dan da 3 çıxanda 3. Cavabımız olacaq Y variantı. Üçüncü sual. Burada da x-in yerinə nə qoyacağıq? -1. Baxaq. Onda 2 vurulsun -1-in kvadratı, çıxılsın 3 vurulsun -1, çıxılsın 4. Bərabərdir. Bax, bu eləyir elə 2. Niyə? Çünki -1-in kvadratı 1 eləyir. Burası eləyir üstəgəl 3 və çıx 4. Cavabımız elədir 1. Yəni D variantı. Dördüncü sual. Burada da mənə deyir ki, x-in yerinə 0 qoy. Bu çox rahatdır. X-in yerinə 0 qoymaq, uşaqlar, x olan hissələri at. Yerdə nə qalacaq? 5. Yəni, saniyəlik sualda, saniyəlik. Beşinci sual. K-nın hansı qiymətində funksiyası üçün f2 12 olar? Aha, bax, nə deyir? Deyir, f2 deyir. Yəni, x-in yerinə deyir 2 qoy. Bəs bərabərdir 12 nə deməkdir? Deyir ki, bərabərdir 12 ilə də. Onda x-in yerinə 2 qoyaq. Olacaq 2-nin kubu üstəgəl k bərabərdir 12. 2-nin kubu 8-dir. K-nı da tapanda 12-dən 8 çıxaram. Olar 4. Yəni, D variantı. 6-cı sual. Üçədlisi üçün f0 0-dır. Hə, baba, bu yazılışda nə dedik? Dedik ki, bu içindəkinə görə x-in qiymətidir. Bərabərdir 0-a görə də sən bunu bərabərdir 0 edirsən. Onda dedik x 0 olmağı bütün x-ları at getsin. Yerdə nə qalacaq uşaqlar? Yerdə qalacaq q bərabərdir 0. 7-ci sual. Funksiyası üçün y1 -1-dir. Yəni x-in yerinə nə qoyasan? 1. Cavabını nəyə bərabər eləyəsən? -1-ə. Aha, görək nə olur. Deməli, 1-in kvadratı üstəgəl p vur 1 p üstəgəl q bərabərdir nə? -1. Və mənə də deyir ki, p üstəgəl q-nü tap. Yəni, buradan p üstəgəl q-nü saxlayıram. Bu 1-i keçirdirəm sağ tərəfə. O da nə eləyir? -2 edir. 7-də olacaq B variantı. 8. F x çıx 2 bərabərdir 2x üstəgəl 7 olarsa f1-i tap. F1-i tap deyir, düzdür? Yəni, bu içəridə gördüyünüz var ha. Apar onu x-in yerinə qoy da həmişə. Vəssalam. İçəridə gördüyünü apar x-in yerinə qoy. Onda, gəl baxaq. F1-i yaratmaq üçün, bax, F1-i yəni F burada 1-i yaratmaq üçün mən x-in yerinə burada nə qoymalıyam bəs? 3. Yaxşı, deməli alındı mı F1?
Bəli, amma x-in yerinə nə qoymaqla f1-i yaratdıq? 3 qoymaqla. Onda buradakı x-in də yerinə 3 qoyacam. Alınacaq 2 vur 3, üstə gəl 7, cavab 13. Hansı məhddir? D variantı. 9-a baxırıq. f2x bərabərdir x üstə gəl 8. Mənə deyir ki, f4-ü tap. Aha, bax, mötərizənin içində nə yaranıb? 4. Mən bu mötərizənin içində 4-ü yaratmaq üçün x-in yerinə nə qoya bilərəm? 2. Ki, bura f4 olsun da. Onda buradakı 2-nin x-in də yerinə 2 qoyuram. Cavabımız eləyir 10. 9-da olacaq C. 10. F x üstə gəl 1 bərabərdir 2x üstə gəl 2. Düzdür. Yenə məndən f4-ü istəyir. Onda buradan 4 yaratmaq üçün, x-in yerinə nə qoyarsan? 3. Aparsan burada da 3 qoyarsan da, onda olacaq f4 bərabərdir 2 vur 3 üstə gəl 2. Cavab 8. 11. F x çıx 1 bərabərdir 2x çıx 2. F-x'i deyir tap. Bax, məndən x çıx 1-i deyirdi, amma normalda f-x'i istəyir, yəni sadəcə f-x istəyir. Hə, bax, mən sizə gəlin, burada gözəl bir şey deyim. Bax, mən deməli bu x-in yerinə, bax, bura başında nöqtə qoyuram da, bu x-in yerinə elə bir şey yazmalıyam ki, buradan çıx 1 yazanda x qalsın əlimdə. Ya bunu fikirləşib də tapa bilərsiniz. Dərsiniz nə var ki, mən bura x üstə gəl 1 qoyaram, bu 1 ilə bu mənfi 1 yoxa çıxar, yerdə qalar x. Bəli, düzdür. Bəs elə şagird var ki, deyir, mən axı onu başa düşmürəm. Və yaxud imtahanda o mənim ağlıma birdən gəlməz. Onda sırf sənin üçün belə bir yol deyirəm. Bax, bunun başına nöqtə qoydum. Düzdürmü? Çıx 1. Bu ifadə nəyə bərabər olmalıdır? X-a bərabər olmalıdır. Onda bu başında nöqtəni tapmaq üçün 1-i keçirt bu tərəfə. X üstə gəl 1. Vəssalam da. Demək ki, bu başında nöqtəli x-in yerinə x üstə gəl 1 qoyarsan. Və dediyim kimi, burada qoyduğun x elə burada qoyduğun x-la eyni olmalıdır axı. Deməli, bu x-in də yerinə x üstə gəl 1 qoyarsan. X-ların yerinə bir sözlə x üstə gəl 1 qoyacaqsın. Onda 2 vurulsun x üstə gəl 1 çıx 2 bərabərdir 2x edir. B variantı. On 12-yə baxaq. Deməli, f2x-i mənə verib 4x üstə gəl 8. Mənə deyir ki, f-x-i tap. F-x-i tap. Yəni, burada x qalsın. Onda, yenə deyirəm, mən bunun başına bir nöqtə qoyuram. Onda mən buradakı x-in yerinə elə bir şey yazmalıyam ki, bu 2 ilə vuranda x qalsın. Nə olar? Əlbəttə ki, x böl 2 olar. Niyə? Çünki bu 2-lər ixtisar getsin. Əla, x-in yerinə burada nə qoyduğumu, buradakı x-in də yerinə yazmalıyam. Mən buradakı x-in yerinə nə yazası oldum? X böl 2 yazası oldum. Deməli, alındı. 4 vurulsun uşaqlar. X böl 2 üstə gəl 8. Nə qalır? 2x üstə gəl 8 qalır. A variantı. 13. 13-də deməli nə deyir? Baxın, belə sizə qəribə gələ bilər, amma çox rahat funksiyalardır bunlar. Sənə deyir ki, bax, deyir ki, x böyükdür 1 olanda, x böyükdür 1 olanda. Onda funksiyanı x-darı apar burada yerinə yaz. Yox, x-darın 1-dən kiçikdirsə, onda funksiyanı hesablamaq üçün apar burada yerinə yaz. İndi biz də baxırıq, bizə nə verilib? Bizə verilib f2. 2-ni 1 ilə, çünki burada 1-dir. 2-ni 1 ilə müqayisə edək. 2 1-dən böyükdür. Aha, 1-dən böyük olduğu hallarda harda istifadə edəcəkdik? Deyək, bax burada. Düzdür? Şu.
Deməli, yuxarıdakı ifadədə x üstəgəl 1-də x-in yerinə nə yazacaqsan? 2 yazacaqsan. Cavab 3. B variantı. On dörd. Yenə də uşaqlar, x-in sıfırdan böyük hallarında burada hesablayacağıq, x-in sıfırdan kiçik hallarında burada hesablayacağıq. Baxıram, nə verib mənə? 1. 1 necə ədəddir? Sıfırdan böyük. Harada hesablayacağım? Burada. Onda 3 vur 1, üstəgəl 1 bərabərdir 4. Y variantı. 15. X-in 2-dən kiçik qiymətlərində burada hesablayacağıq. Böyük qiymətlərində burada hesablayacağıq. Gəlirəm, baxıram. Burada 2 dənə f-imiz var. 2 dəfə baxacam buna. Bu hal üçün, f0 halı üçün baxıram ki, 0 2-dən kiçikdir. Onda burada hesablayacağım. Yəni, 2x üstəgəl 3 ifadəsində x-in yerinə f0 istəyir axı məndən 0 qoyacağım. Cavab oldu nə? 3. Bir də f4 var. F4-də isə 4 2-dən böyükdür. Düzdür? Onda aşağıdakı tənlikdə yerinə yazacağım. Olacaq. Deməli, 4-ün kvadratı üstəgəl 3. 16 üstəgəl 3 bərabərdir 19. İkisini də tapdıqmı? Tapdıq. F0-ın yerinə nə tapdıq? 3. F4-ün yerinə nə tapdıq? 19. Oldu 3 üstəgəl 19, 22. C variantı. On altı. F1 3'dür. Aha, F1 3 veriblər. Və fx-i deyir tapmaq üçün x-i vurun f x çıx 1-ə. Düzdür? İndi məndən də f2-ni istəyir. Aha. Birinci nə istəyirsə, aparım yerinə yazım da. Yəni f(x)-in yerinə 2 yazım. Alınacaq 2 vurulsun. F 2 çıx 1, yəni 1. Əla. Mənə də f1-in qiymətini, bax buranın qiymətini verib də, bir də burada verib də mənə 3 verib də. Yəni nə oldu uşaqlar? 2 vurulsun 3, cavab 6. 16-da olacaq D variantı. 17. F2-ni 5 verib. F x üstəgəl 1 bərabərdir. X vurulsun. Fx üstəgəl 2 olarsa F3-ü deyir hesabla. F3-ü hesabla nə deməli? Yəni deyir burada 3 yarat da. Onda uşaqlar, onda F3 yaratmaq üçün, F3 yaratmaq üçün x-in yerinə nə qoyacağam? 2 qoymayacağam. Aha, gəl baxaq. F3 bərabərdir. X-in yerinə 2 qoyduğuma görə buradakı x-ların da yerinə 2 qoyacağam. 2 vurulsun F2 üstəgəl 2. Əla, mənə F2-ni verib. Mənə F2-ni verib bir də buradadır. 5. Aparım yerinə qoyum. 2 vurulsun 5 üstəgəl 2. Cavab 12. 17-də olacaq B variantı. Evet, qazandım. Aha. Davam edirik. Neçə ilə? Neçəni dedim mən. 17-ni dedim də, hə, 18. Mənə F1-i verib 2. F x üstəgəl 1, x üstəgəl 2 vurulsun fx üstəgəl 3. F3-ü istəyir məndən, düzdür? F3-ü istəyirsə, gəlirəm baxaram. Burada 3 yaratmaq üçün x-in yerinə neçə qoyacağam? 2. Onda baxaq. Nə yaranır burada? F3 yaranır. Bərabərdir. X-in yerinə 2 qoydum axı.
Onda burada olacaq 2 üstə gəl 2, 4. Burada olacaq f2, dediyim kimi x-in yerinə 2 qoymuşam. Və üstə gəl 3. Amma baxıram ki, bunu qırmızı eləyəcəm. Təəssüf ki, mənə f2 verilməyib. Əlimdə burada f1 var. Bəs nə edeyim? Onda əlavə olaraq f1-i, daha doğrusu f2-ni tapım. Gətirim yerinə qoyum, tapacam. F2-ni tapmaq üçün nə edeyim bəs? F2-ni tapmaq üçün uşaqlar, baxın bir dənə bura. Bu hissəyə baxın uşaqlar. Burada f2-ni yaratmaq üçün bu dəfə x-in yerinə nə qoyuram? 1 qoyuram. Onda nə alınır uşaqlar? X-in yerinə 1 qoydum axı. F2 bərabərdir. X-in yerinə 1 qoymuşam artıq. 1 üstə gəl 2, 3 vurulsun. X-in yerinə dediyim kimi 1 qoymuşam. F1 üstə gəl 3. Hə, indi sarıya keçək. F1-imiz var. 2-dir. Onda olur 3 vur 2 üstə gəl 3, cavab 9. Tələsmirik. Hələ F2-ni almışıq, bizdən F3-ü istəyirdilər. F3-ü almaq üçün də gələk biz buranı hesablayaq. Baxın, buranı hesablayaq. Onda F2-miz də artıq var, 9. Olacaq 4 vur 9, üstə gəl 3. Cavab 39. A variantı. Biraz qarışıq misaldır. Başa düşməsəz, qaydın bir də baxın uşaqlar. Mütləq 2 dəfə, 3 dəfə baxın. Hansı hissəni başa düşmüşsünüzsə, o hissəni saxlayın. Yəni, diqqətlə bir də baxın. Ancaq elə başa düşə bilərsiniz. Bir dəfəyə bir də görürsən ki, başa düşmək olmur. Ona görə də özünüzü stressə salmayın, uşaqlar. Aha, fx bərabərdir 1 böl x. Funksiyanın təyin oblastını tapın. Funksiyanın təyin oblastı nə deməkdir? Yəni, funksiya harada təyin olunub. Yəni, hardan qiymətlər ala bilər. Daha da doğrusu bu x hansı qiymətləri ala bilər, hansı qiymətləri ala bilməz. Bax, mən sizə burada bir ipucu yazım, özünüz üçün qeyd edin. Əgər, qayda PDF-imdə də var bunları orada da yazmışam. Yəni, həmən bu ipuculardan ibarətdir də. Əgər funksiya kəsir rasional şəklindədirsə, onda təyin oblastı üçün məxrəci fərqlidir 0 et. Bax, bu ipuculardan tez istifadə edin. Uşaqlar, mən şagirdlərimə də zaten bu PDF-lərimi göndərirəm. Amma hazırlıqlarda da yenə də yazdırıram bu cür ipucuları. Bəzən olur ki, müəyyən məqamlar olur, heç onları PDF-də görsən ki, yazmıram. Mən lap geniş şəkildə, yəni hazırlıqlarda ipucuları verirəm. Çünki onlar həqiqətən də lazımlı olur. İndi burada da məxrəci 0-dan fərqli edir. Vəssalam da, mən də baxıram, kəsir rasionaldırmı? Bəli, gedirəm, məxrəcə baxıram. Məxrəci nə edirəm? 0-dan fərqli edirəm. Deməli, x-ım bütün ədədləri ala bilər. Bir dənə nəyi ala bilməz? 0-ı ala bilməz. Bütün ədədlər nə sayılır uşaqlar? Mənfi sonsuzdan müsbət sonsuzluğa sayılır da, elə deyil. Amma buradan bircə dənə 0-ı lazım deyilsə, 0-ı çıxartmaq lazımdırsa, onda biz bunu belə yazırıq. Mənfi sonsuzluqdan 0-a qədər, elə bir parçalıqda 0-da kəsirik. Bir də təzdən 0-dan müsbət sonsuzluğa qədər. Bax, belə olur. 19-da Y variantı. 20. Y bərabərdir kök altında x çıx 2. Funksiyasının təyin oblastını tap deyir. Təyin oblastını tap deyir. Burada da bir ipucu var təyin oblastlarında. Əgər funksiya kök altı ifadədirsə, onda kök altını böyük bərabər 0 et.
Amma nə var uşaqlar? Kökün dərəcəsi cüt olarsa. Kökün dərəcəsi tək olarsa, heç nəyə ehtiyac yoxdur. Mənim sonsuzluq, müsbət sonsuzluq götür getsin. Yazıram x çıx 2, çünki cüt dərəcədən kök mənfi qiymət ala bilməz. Yəni, bunun izahatı budur. Böyükdür 0-dan. Buradan nə alırıq? X böyükdür, bərabərdir 2-dən. 2-dən böyük bərabər qiymətlər nə deməkdir? 2-nin özündən başlayıram. Böyük hara kimi gedirəm ki? Müsbət sonsuzluğa kimi getmirəm. Ona görə müsbət sonsuzluq. 2-nin mötərizəsi də kvadrat mötərizə. Niyə? Çünki qeyri-ciddi bərabərsizlikdir. Qeyri-ciddi bərabərsizliklərdə işarə bu şəkildə olur. Yəni, bu ifadələrdə işarə mötərizə bu şəkildə olur. Ciddi bərabərsizliklərdə isə mötərizə belə olur. Y variantı. Funksiyanın təyin oblasını tapır. Aha, bunun üçün də bir ipucu yazaq. Əgər funksiya çox hədli şəklindədirsə, onda təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluq götür getsin. Yəni, nə bəndə olacaq uşaqlar? Y variantı. 22. Bayaqki qaydanı eləyin görək hələ bir. Necə olacaq? Nə şəklindədir? Kəsir. Qaydaya gedək. Bax, haradaydı? Bir burada. Nə yazmışam ipucunda? Məxrəci nə et? 0-dan fərqli et. Onda x kvadrat çıx 2x fərqlidir 0. Buradan x-i çıxardıram. Qalır x çıx 2 fərqlidir 0. Hasil olanda hər birini ayrı-ayrı yazıram. Buradan da x fərqlidir 2. İndi bax, gözəl məqam buradadır. Bizim x-imiz həm 0-dan fərqlidir, həm 2-dən fərqlidir. Onda nə edirik? Bax, mənfi sonsuzluqdan birinci gəlirəm. Qarşıma nə çıxır birinci? Əlbəttə ki, 0. 0-da dayanıram. Sonra 0-dan təzdən gedirəm. Qarşıma nə çıxır? 2. 2-ni almaq olmaz da axı. Ona görə 2-də dayanıram. Sonra 2-dən gedirəm. Hara kimi gedirəm? Sonsuzluğa kimi gedirəm. Hansı bənddir uşaqlar? Y variantıdır. Funksiyanın təyin oblasti nə şəklindədir? Bax, tiyolar yazdırmışam sənə. Nə şəklindədir? Kök altında. Niyə inəyəsən? Tez kökün altındakı ifadəni 0-dan böyük bərabər eləyəsən. Ən kiçik tam ədədi tap. X də böyük bərabərdir. Nədən? 5-dən. 5-dən böyük və bərabər ədədlər içərisində ən kiçik ədəd elə 5-in özüdür. 24. Aşağıdakı funksiyalardan hansının təyin oblasti 5-dən başqa bütün nədir? Yəni 5-dən başqa nə deməkdir uşaqlar? 5-i ala bilmərəm bir dənə. Bir dənə 5-i ala bilmərəm. 5-i alanda problem olacaq. Baxıram. A bəndində məxrəcim ümumiyyətlə heç vaxt 0-a bərabər olmur. Çünki 25 üstəgəl x kvadratı həmişə müsbət ədəddir. Uzaq başı 0-dır. 25-in də üstünə lap 0 gəlsən və yaxud da başqa bir müsbət ədəd gəlsən, məxrəc 0 olmur. Ona görə bu deyil. Bura baxırıq. X-in yerinə 5 qoysam, 5 çıx 5 məxrəc 0 edir. Bu da mənə problem yaradacaq. Deməli, cavabımız 5. Daha doğrusu B. Cavabımız B. 25. Aşağıdakı funksiyalardan hansı x bərabərdir 0 nöqtəsində təyin olunub? Yəni, 0-ın problemi yoxdur, bu deməkdir. Gəl baxaq. A-da ümumiyyətlə olunmuyor. Çünki məxrəcə 0 yazsan, elə o dəqiqədə mənası olmayacaq. Bura baxaq. 0 yazsam, 0 çıx 0, 0 olacaq, olmayacaq. Bura baxaq. 0 olanda 0 üstə gəl 5. 5 və mənim heç bir problemim qalmır burada. Ona görə cavab C. Məsələn, o bir bəndləri yoxlayaq. 0, 0, cavab 0 olmaz. 0, 0, cavab 0 olmaz. 26-ya baxaq.
Funksiyanın təyin oblastına daxil olan tam ədədlərin cəmi tap. Kökaltı görəndə nə dedim yaz? Neçə dənə kökaltı var? Fərqi yoxdur. Hər birini ayrı-ayrı sıfırdan böyük bərabər elə və kəsişməni götür. Yəni bir sözlə burada sistem bərabərsizlik yarat. Yuxarı üçün x böyükdür, bərabərdir 2-dir. Aşağı üçün x kiçikdir, bərabərdir 5-dir. Ay müəllim, burada niyə dəyişdin? Axı burada x-in əmsalı, baxın, mənfidir. X-in əmsalı mənfi olanda işarə dəyişir. Biri 1x-darımız 2-dən böyükdür, 1x-darımız 5-dən kiçikdir. Onda 2-dən böyük və 5-dən kiçik ədədlər hansılardır? Funksiyanın təyin daxil olan tam ədədlərin cəmini. Aha, 2-nin özüdür, 3-dür, 4-dür, 5-dir. Və məndən cəm istəyirdi. 14. Funksiyanın təyin oblastına daxil olan əksi tam. Deməli, nə dedik? Kök 6 görən kimi x, yəni kökün altındakı ifadəni böyükdür bərabər 0 elərik getdi. Bir də yanında kəsir var. Kəsiri görən kimi nə edirik? Gedirik məxrəcinə, sıfırdan fərqli eləyirik. Aha, deməli, mənim x-darım sıfırdan böyük və bərabər ola bilər, amma eyni zamanda da sıfırdan fərqli olmalıdır. Deməli, bərabər ola bilməzsə, yalnız sıfırdan böyük ola bilər. Və bu arasında, yəni sıfırdan böyük x-dar arasında ən kiçik ədədimiz hansıdır uşaqlar? 1-dir də. 28. Funksiyanın qiymətlər oblastını tapın. Hə, indi bayaqdan biz təyin oblastını danışırdıq. İndi qiymətlər oblastı haqqında danışacağıq. Mən bunu sizə şəkillə göstərəcəm ki, başa düşün uşaqlar. Bax, bu funksiyanın şəkli koordinat başlanğıcından keçməklə qollar yuxarıdır, budur. Biraz görüm daha şəkil çəkə bilirəmmi? Hə, çəkə bildim. Sağ olsun, necə deyirlər, texnologiya. Yox, bir dəqiqəyə başqa şey demək istəyirəm. Hə, belə. Ay, sağ ol, əla. Deməli, qiymətlər oblastını tapanda nə deməkdir? Ümumiyyətlə, qiymətlər oblastı uşaqlar. Y boyunca funksiya hardan hara qiymətlər alır. Y oxu boyunca. Mən də baxıram ki, Y oxu boyunca bu başlayıb sıfırdan, koordinat başlanğıcından. Düzdür? Hara kimi gedib? Heç nə. Qollar sonsuz uzanır gedir. Burada ona görə müsbət sonsuzluğa qədər uzanıb gedəcək. Yəni, cavab sıfırdan müsbət sonsuzluğa qədər. Sıfırdan müsbət sonsuzluğa qədər. 29. Funksiyanın qiymətlər oblastına daxil olan ən kiçik tam ədədi tapın. Deməli, uşaqlar, bu cür funksiyalar necə qurulur? Deməli, bizim y bərabərdir x kvadratı funksiyamız, əsas funksiyamız hardan keçir? Koordinat başlanğıcından keçir də. Amma indi verilən üstünə 3 gəliblər. Üstünə 3 gəliblər. Bu bilirsiniz nə deməkdir? Yəni, bu sıfırda olduğu yeri 3 vahid yuxarı qaldırıblar. Yəni, bu sıfırdan deyil də gəlib bu 3-dən keçib gedəcəkmiş. Baxın, yəni əsl funksiya buradan keçib gedir. 3 vahid y oxu boyunca uşaqlar 3 vahid yuxarı sürüşmüş oldu. 3 vahid yuxarı sürüşmüş olub. Onda elə ən kiçik qiymətimiz nə olmuş olacaq? 3 olmuş olacaq. Və salam. B variantı. Otuza baxırıq. Aşağıdakı ədədlərdən hansı y bərabərdir x kvadratı funksiyasının qiymətlər oblastına daxil deyil? Yəni, y burada x-in kvadratına bərabərdirsə, uşaqlar, x-in kvadratı da
müsbət qiymətlər alırsa və ən kiçiyi 0 ala bilər də, ya 0 alacaq, ya da müsbət qiymətlər alacaq. Deməli, nəyə bərabər ola bilməz? Əlbəttə ki, mənfi ədədə bərabər ola bilməz. Mənfi ədəd də yalnız hardadır? A variantındadır. Yəni, A variantına bərabər ola bilməz. 31. K-nın hansı qiymətində M22 nöqtəsi Y bərabərdir verilmiş funksiyanın qrafiki üzərindədir. Aha, uşaqlar, buradan da bir özünüz üçün bir tüyo yazın. Verilmiş, yəni üzərindədir nöqtə, bax, nöqtə funksiyanın üzərindədir deyəndə, x, y nöqtəsi şəklində verilibsə, yazıram ki, ipucudur da bu bir sözlə özümüz üçün, öz işimizi asanlaşdırmaq üçün cümlələrdir, düzdür? Yazıram ki, deməli, apar x və y-i funksiyada yerinə qoy. Şöyle aparaq qoyaq. Bizim x-imiz hansıdır? 2. Y-imiz hansıdır? Elə o da 2. Gətirək yerinə qoyaq. Nə yazmışıq? Y bərabərdir. Yəni 2 bərabərdir. 1 böl x üstəgəl k. Yəni 2 üstəgəl k. İndi bunu həll eləmək üçün tənasübdən istifadə edək. Bunun məxrəcinə lap 1 ata da bilərsən. Bu 2-ni bu məxrəcə vuracam. Çarpaz. Bərabərdir. 1-i 1-ə vuracam. 1. 4 üstəgəl 2k. Heç onu açmaya da bilərdim. Ha. Mənfi 3. Mənfi 1.5. B var. K-nın hansı qiymətində nöqtəsi funksiyanın qrafikinə aiddir? Yenə də bu cümləni görəndə nöqtənin x-ını, y-ını apar yerində yaz. X-im neçədir? 3, y-im neçədir? Mənfi 1. Deməli, y, yəni mənfi 1 bərabərdir. Kx, x-im 3-dürsə, yəni 3k çıxılsın 7. Buradan 3k bərabərdir. 7-ni keçirtdik bu tərəfə. Oldu 6 və k da bərabərdir. Nə uşaqlar? 2. Məndən k-nı istəyirdi də zaten. O da 2C variantı. 33. Funksiyanın qrafiki nöqtəsindən keçər. Yenə də eyni şey ilə. X-in yerinə 0 qoy, y-in yerinə a qoy. Onda nə bərabər olacaq? A bərabərdir. X-in yerinə dedim 0 qoy. X-in yerinə 0 qoymaq çox əladır. X-ları sadəcə at getsin. Nə qaldı yerdə? Mənfalı. Yəni, saniyəli iş gör də. Saniyəli. Sənə burada imtihanda o qədər bu sənə kömək olacaq. Yoxsa ki, aparıb X-in yerinə 0 qoysan, vaxtını hədər aparacaqsan. Əgər X-in yerinə 0 yazırsa, sadəcə o X-ları at getsin, uşaqlar. 34-də baxaq. A-nın hansı qiymətində funksiyası nöqtəsindən keçər? Yenə də. X, y. Aparıram yerinə qoyuram. Y-im 6-dır, x-daram 2-dir. Görək nə alındı? 6 bərabərdir. A bölünsün 2 üstəgəl 2. Bu eləyir 4. Bunu da çarpaz vururam 6-ya. A bərabərdir 24. Vəssalam, qutardı. Sonra 35. A-nın hansı qiymətində funksiyası nöqtəsindən keçər? X budur, y budur. Y 2-dir, 2 bərabərdir. A bölünsün, x 1-dir. 1 üstəgəl 1. Bu eləyir 2, 2-ni çarpaz vururam bura. A bərabərdir 4. 35-də olacaq B. 36. Funksiyasının qrafiki nöqtəsindən keçir. B-ni tap. X-dir, Y-dir. Deməli, qoyduq yerinə. B bərabərdir. 2 vur 1, üstəgəl 6 vur 1, çıx 3. Deməli, 8 çıx 3, 5. Saldaq.
Hansı nöqtə qrafiki üzərindədir? Necə yoxlayırıq uşaqlar? Məsələn, A bəndini yoxlayanda x-in yerinə 0, y-in yerinə -5 qoyuruq. Əgər bərabərlik ödənirsə, bax. Əgər bərabərlik ödənirsə, deməli üzərindədir. Onda nə olur? 0. Bu nə olmalıdır? -5. Gəl yoxlayaq. 0 çıx 4 -4 eləyir. Burada da -5 veriblər. Bərabərlik ödənmədi. Deməli bu deyil. Bax, deməli bu deyil. B-ni yoxlayıram. Y-in yerinə -3 qoyuram. X-in yerinə 1 qoyuram. 1 çıx 4 bura elədi -3. Burada da -3 veriblər. Bərabərlik ödəndi. Ödəndi. Deməli, cavabımız B variantı. -38 y bərabərdir -25/x funksiyasının qrafiki aşağıdakı nöqtələrdən hansından keçər? Hansından keçər? Yenə də. A bəndini yoxlamaq istəyirəmsə, x-in yerinə 5, y-in yerinə 5 qoy. Gör bərabərliyi ödəyirmi? Burası elədi -5. Amma bu elədi 5. Ödənmir. Deməli bu deyil. B variantını yoxlayaq. X-in yerinə 1 qoy, y-in yerinə 25 qoy. -25/1 eləyir -25. Bərabərlik ödənirmi? Xeyr. Deməli bu da deyil. C-ni yoxlayaq. Y-in yerinə -25 qoy. X-in də yerinə -1 qoy. Burası mənfi müsbət eləyir. Uşaqlar. Ona görə bu hissədə də mənfi verildiyinə görə bərabərlik ödənmir. Getdi. D variantına baxaq. X, y. Y-in yerinə -5 qoyuram. X-in yerinə -5 qoyuram. -25/-5 burası elədi 5, müsbət 5. Amma buradan -5 veriblər. Ödənmir və cavab Y variantı. 39. Y bərabərdir 2x çıx 3 funksiyasının qrafiki aşağıdakı nöqtələrin hansından keçmir? Keçmir. Gəl baxaq. Yenə də eyni üsulla yoxlayacağıq da. Bu x-dir, bu y-dir. X-in yerinə 1 qoyuram, y-in də yerində 1 alınmalıdır. Deməli 2 vur 1, 2 çıx 3. Bura elədi -1. Amma bura 1. Bəli. Burada bərabərlik ödənmir. Ödənmirsə, deməli buradan keçmir. 40-a baxaq. Funksiyanın qrafiki o y oxunu hansı nöqtə kəsir? Uşaqlar, burada da bir özünüz üçün tüyo yazın, ipucu yazın. Amma dediyim kimi PDF-də bunu qeyd eləmişəm. PDF-dən oxuyanlar zaten bunu görəcək. Funksiyanın qrafiki o y oxunu kəsirsə, onda x bərabərdir 0 qəbul et. Aha, x-in yerinə 0 yazırıq. Y nə oldu uşaqlar? 6. Deyirdi y hansı nöqtədə kəsir? 6 nöqtəsində. Qırx birə baxaq. Y bərabərdir x kvadrat üstəgəl 14 funksiyasının qrafiki o y oxunu hansı nöqtədə kəsir? Nə dedik? O y oxunu kəsdiyi nöqtəni bilmək istəyirsənsə, x-a 0 qoy. Onda y bərabərdir nə qalır? 14 qalır. A variantı. 42. Qrafiki OX, bax burada yeni bir qayda gəlir. OX ox ilə kəsişməni istəyirsənsə, onda y bərabərdir 0 götür. Vəssalam. Hansı oxu istəyirsənsə, onu deyil, digərini. 0 elə.
Yəni çıx 5 bərabərdir 0. Buradan 2-də 1x bərabərdir 5. X də bərabərdir. 2-ni 5-ə vurdum. 10. Yəni x-in 10, y-in də 0. B var. Y bərabərdir x kvadrata çıx 9 funksiyasının qrafiki OX oxunu neçə nöqtədə kəsir? Bax, neçə nöqtədə kəsir nə deməkdir? Yəni bunun neçə dənə sıfırı var? Eyni cümlədir uşaqlar. Niyə? Baxın, əgər funksiya məsələn də gəlir, tutaq ki, bax beləsinə. Bax, x oxunun neçə nöqtədə kəsdi? Bu nə deməkdir? Bu x1-dir, bu x2-dir. Yəni bu nöqtələrdə y 0 olub. Yəni bunu dərk eləyin. Onda o demək ki, x oxunun neçə nöqtə kəsib sualına cavab siz bunu 0 etməlisiniz ki, x1, x2-ni tapasınız. Onda x bərabərdir 1-i 3-dür, x1 3-dür, x2 isə mənfi 3-dür. Neçə nöqtədə kəsdi? 2 nöqtədə kəsdi. 43-dür. Dediyim kimi, başa düşsəz, yadınızdan çıxmayacaq. 44. Funksiyanın qrafiklərinin kəsişmə nöqtəsini. Hə. Bəs bu nə deməkdir? Bax, bunu da dərk eləyək. Tutaq ki, uşaqlar, bir funksiyanız bu şəkildədir, çəkmisiniz. Bir funksiyanız da bu şəkildədir də, bunlara uyğun çəkirəm. Biri sabit funksiyadır, ona görə. Bax, nə deməkdir? Deyir ki, kəsişmə nöqtəsi. Həmən nöqtə həm bu funksiyanın üzərindədir, həm bu funksiyanın üzərindədir. Yəni, həmən nöqtədə, kəsişmə nöqtəsində bu funksiyalar nə olublar? Bərabər olublar. Bərabər olublar. Aha, ona görə bu cümləni, bu şərti görən kimi funksiyaları bir-birinə bərabərləşdirsən. Yəni, y-ları atırsan, çünki y hissələri deməli bərabər imiş. Onda belə çıxır ki, bu hissələr də bərabərdir də. Yəni, x üstəgəl 2 də bərabərdir 6-ya. X nəyə bərabərdir? 4-ə. Mənə də deyir ki, apsisini tap. Apsis ümumiyyətlə nə deməkdir? X deməkdir də. X-i də tapdıq. 4. C variantı. 45. Funksiyaların qrafikləri hansı nöqtədə kəsişir? Nə demək idi? Y-ları at, x-ları bərabər elə. İzahatını da, niyəsini də bir az öncə verdik. Gətirək bu tərəfə mənfi x, bunu aparaq o tərəfə, yəni tərsinə də apara bilərdiniz. Və hər tərəfdən mənfini silirik, olur 5. Apsisim 5-dir. Apsisim 5-dir. Bəs y-ım neçədir? Y-ın ifadəsi budur da. Gətir x-in yerinə 5 qoy, hesablar. Neçə olur? 10. Yəni y bərabərdir x üstəgəl 5 ifadəsində 5 üstəgəl 5, 10. Deyirsiniz, mənimlə niyə bu birisini də hesablamadınız? Bu birisini də hesabla. 2 vur 5, yenə də 10. Axı, bayaq dedik ki, kəsişmə nöqtəsində bunlar bərabər qiymət almalıdırlar da. Ona görə birində hesablamağımız bəs olur. C. 46. Düz xətlərinin qrafikləri hansı nöqtədə kəsişir? Yenə də nə edirik uşaqlar? Y-ları at, bu hissələri bir-birinə bərabər et. Bunu gətirdik bu tərəfə 2x, bunu gətirdik bu tərəfə 8, x bərabərdir 4. X-in 4-dür, y-ı da hesablamalısan axı. Gətir burada, məsələn, ya burada, fərqi yoxdur. Burada qoyaq yerinə. X-in yerinə 4 qoy. Onda olacaq 0,1 vur 4, üstəgəl 5. 0,4 üstəgəl 5, cavab 5,4. C variantı. 47. Funksiyaların kəsişmə nöqtələrinin apsislərinin cəmi. Əvvəl kəsişmə nöqtələrini tapaq. Bu hissələri bir-birinə bərabər edirik. Bunu keçirdirəm sol tərəfə. X-i ortaq vuruq çıxardıram. Və hər birini uşaqlar sıfıra bərabər edirəm. Hər birini sıfıra bərabər edirəm. Bunlar həmən o kəsişmə nöqtələrinin apsisləridir. Mənə də deyir ki, onların cəmini tap. Yəni 0 üstəgəl 2, cavab 2. 48.
Funksiyanın sıfırı. Uşaqlar, funksiyanın sıfırı nə deməkdir? Funksiya budur da. Bu funksiya budursa sıfırı nə deməkdir? Yəni deyir bunu sıfıra bərabər elə də. 5x üstəgəl 10 bərabərdir 0. Buradan 5x mənfi 10, x mənfi 2. Funksiyanın sıfırı mənfi 2-dir. B. 49. Funksiyanın neçə sıfırı var? Yenə də birinci bunu sıfıra bərabər elə. X-ı çıxart. Hər birini sıfıra bərabər elə. Bu birinci sıfır elə sıfırdır. Bir də bu ifadə sıfır olsa, bu da ikinci sıfır, o da olur 2. Neçə dənə sıfırı oldu uşaqlar? 2 dənə sıfır oldu. 2 dənə sıfır oldu. 50. Funksiyanın sıfırları. Yenə də bu funksiyanı sıfıra bərabər edirəm. Biyyətə görə buradan elə 3 və 1 tapa bilərəm də. Yəni x1-i 3, x2-ni 1 tapa bilərəm. 3, 1 hansı bənddədir? D variantındadır. (51) Funksiyanın sıfırlarının sayını tap. Uşaqlar, bu necə funksiyadır? Bu necə, belə deyim, üçədli kimi baxsaq, necə üçədlidir və yaxud da necə tənlikdir? Bi kvadrat tənlik deyirlər buna. Bi kvadrat tənlik. Bi kvadrat tənliklərin həll edərkən biz burada x-in kvadratı olan hissəni z ilə, t ilə əvəz edirik. Onda, bax, bu x üstü 4 var ha. X üstü 4 x kvadratının kvadratıdır axı. Biz x kvadratına da z dediksə, onda bu olur z-in kvadratı. Çıxılsın 5z, çünki x kvadratına z demişik. Üstəgəl 4 bərabərdir 0. Viyyətə görə köklərimizin biri z-dir, yəni z1, biri də z2-dir. z1 4-dür, z2 1-dir. Amma biz, uşaqlar, z-ə x kvadratı demişik axı. Deməli, belə çıxır ki, bir dəfə, bunu lap başqa rənglə eləyək. Bir dəfə x-in kvadratı 4-dür. Buradan x1, 2, x2 mənfi 2-dirsə, bir dəfə də x2 1-dir. Buradan x1, 1, x2 mənfi 1-dir. Mənə deyir ki, sıfırlarının sayını göstər. Neçədən oldu? 2 dənə burada var, 2 dənə də burada var. 4 dənə. (52) Funksiyanın sıfırlarını göstər. Yəni, yenə də uşaqlar, bunu sıfıra bərabər elə. Biz də bilirik ki, məxrəc sıfıra bərabər ola bilməz. Yəni, yadınızda saxlayın. Kəsirin sıfıra bərabər olması üçün onun sürətini sıfır eləyirsən, bəsdir. Onda buradan 10x bərabərdir 5-ə, x də bərabərdir 2-də 1 tapırıq. Yəni, C variantı. 53. Funksiyası artan funksiya olarsa, aşağıdakılardan hansı ən böyükdür? Hə, artan funksiya bilirsiniz nədir? Yəni, məsələn, biz burada f1, yəni hər hansı bir funksiya var, onun içərisində f1-i hesablasaq, f2-ni hesablasaq, tutaq ki, f3-ü hesablasaq, artan funksiya olanda, hər dəfə böyük qiymət yazanda, o da böyük qiymət alınır. Yəni, artan funksiyada, burada özünüz üçün tüyo yazın da, artan funksiyada böyük qiymət, necə deyək, böyük qiymət böyükdür, belə yazaq da, böyük qiymət böyük. Özümüz üçün yazırıq da, bunu qayda elmi dildə yazmırıq. Böyük qiymət böyükdür, belə yazaq. İndi mənə deyirsə, hansı ən böyükdür? Deməli, mən nəyi axtarmalıyam? Böyük qiyməti axtarmalıyam da, başa düşdünüz? Yəni, belə ipuclarını özünüz üçün yazın. Böyük qiymət istəyirsənsə, böyük də qiymət axtar. Y variantı. Artan funksiyada belə olur, ha? Azalan funksiyada tərsinə olacaq vəziyyət. Bax, onu da nəzərə alacağıq. 54. Funksiyası artandır. Aha.
Aşağıdakılardan hansı ən kiçikdir? Deməli, nə edəcəyik? Kiçiyi axtarırıqsa, onda da kiçik qiymət axtarırıqsa, kiçik qiymət axtar. Yəni, bunlardan hansı kiçikdir, onu götür. Bir sözlə. Bir sözlə. O da ən kiçiyi, mənfilərdə ən böyüyü sayılıraq, bax bu. Düzdür? Yəni olur Y variantı. 55. Funksiyası artandı yenə də. Yəni, böyüyə böyük deyəcəyik, kiçiyə kiçik deyəcəyik. O var. Olarsa, aşağıdakılardan deyir, hansı bəs azalan olmuş olar. Yəni, fx olaraq artandı, amma deyir, hansı azalan olar. Deməli, belə çıxır ki, azalan olması üçün uşaqlar, burada x-ımız, yəni bu funksiyamız, gələk mənfi qiymət alsın ki, bu azalana çevrilsin. Düzdür? Azalana çevrilsin. Biz də baxırıq ki, cavablarda bu müsbətdir. Bu da müsbətdir. Bu da müsbətdir. Fx-dan söhbət gedir. Ha, çıx 8-dən yox. Bu da müsbətdir. Aha. S-yə bax. Fx qarşısı mənfiləşib. Deməli, cavab S. Funksiyası azalan funksiyadır. Əla. Azalan funksiya olanda kiçik böyük sayılır, böyük kiçik sayılır. Aşağıdakılardan deyir, hansı bəs artandır? Onda belə çıxır ki, bunun qabağı mənfi olsa, bu tərsinə çevriləcək, artan olacaq. Artan olacaq. O da hansı bəndədir uşaqlar? Elə A bəndindədir. 57. Funksiyası azalan funksiyadır. Aşağıdakılardan hansı ən böyükdür? Uşaqlar, azalanda nə dedik? Kiçik, böyük olur. Belə çıxır ki, böyük qiyməti tapmaq üçün biz kiçik qiymət axtarmalıyıq. O da A variantındadır. 58. Funksiyası azalan funksiya olarsa, aşağıdakılardan hansı ən kiçikdir? Deməli, biz əksinə ən böyük qiyməti axtarırıq. O da mənfi olduğundan ən kiçik qiymətimiz ən böyük sayılır deyə cavab A. 59. Funksiyası tək funksiyadır. F3 mənfi 4-dür, F mənfi. Uşaqlar, tək funksiyanın gəlin tərifini yadımıza salaq. Tək funksiyada mənfi, bu mənfi çölə çıxır. Belə olur. Yəni, F3 mənfi 4 veriblərsə, F mənfi 3 istəyirlərsə, dediyim kimi, tək funksiyada bu mənfi çölə çıxır. Mənfi F3 olur. Düzdür? F3-ü də sənə mənfi 4 verib. Onda mənfi 4. Cavab 4. 60. Funksiya cüt funksiyadır. Cüt funksiyanı yadımıza salaq. Uşaqlar, cüt funksiyada içəridəki mənfi yoxa çıxır. Aha. Onda mənə F2-ni 5 veriblər. F mənfi 2-ni istəyir. Mən bayaq nə dedim? Cüt funksiyada bu içəridəki mənfi yoxa çıxır. Yəni, bu çevrilir F müsbət 2-yə. Bunu da sənə veriblər də 5. Cavab A. Sizləri videolarımda qeyd etdiyim qayda PDF-lərimlə tanış eləmək istəyirəm. Yəni, hər mövzuya uyğun PDF-lər yazılır. Yəni, hansı mövzunu işləyirsinizsə, həmən mövzuya uyğun, məsələn, əvvəla bu qayda PDF-lərini əldə edib tanış ola bilərsiniz. Və burada yəni, üstünlük nədədir digər qayda kitablarından? Nümunələr, elə topluda nümunələr götürərək, onu da yəni, sadə dildə, müəllimin izahı dilində yazmağa çalışmışam. Və digər tərəfdən bu şəkildə görürsünüz qaydaları, yəni konspekt şəklində yazılıb deyən, elə bil ki, müəllimin dilindən eşitmiş kimi oxuyacaqsınız. Yəni, kiməsə maraqlıdırsa, nömrələr açıqlamada var, əldə edib faydalana bilər. Altmış birə baxaq. Fx bütün ədəd oxunda təyin olunmuş tək funksiyadır. Aha, uşaqlar, burada da bir dənə qəşəng ipucu var. Tək funksiyada
F0 sıfırdır. Bu bir dənə qızıl qaydanı yadınızda saxlayın. Onda burada cavab C. 62. Aşağıdakı qrafiklərdən hansı tək funksiyanın qrafikidir? Burada da bir dənə ipucu var. Tək funksiyaların qrafikləri, uşaqlar, koordinat oxuna nəzərən, koordinat oxuna deyil də başlanğıcına yazaq. Başlanğıcına nəzərən simmetrikdirlər. Simmetrikdirlər. Onda koordinat başlanğıcına nəzərən simmetrik olan hansı olur uşaqlar? Əlbəttə ki, Y variantı. Çünki baxın, buna nəzərən qatlasan üst-üstə düşəcək. (63) Funksiyalardan hansı cütdür? Uşaqlar, burada da çox sadə bir yol var. Deməli, qüvvəti cüt dərəcədən olan funksiyalarımız cüt funksiya sayılır. Və əgər cüt funksiyaların cəmi varsa, cəmi də fərqi də cüt funksiya alınır. Ona görə cavab olacaq B variantı. Məsələn, A variantında x kub var, çıxır. C-də x var, çıxır. Y-də x kub var, çıxır. D-də x5 var, x7 var, çıxır. Ona görə onlar cüt funksiyanı vermir. 64. Aşağıdakı qrafiklərdən hansı nə tək, nə cüt? Deməli, uşaqlar, cüt funksiyalar ordinat oxuna nəzərən simmetrikdirlər. Tək funksiyalar koordinat başlanğıcına nəzərən simmetrikdirlər. Deməli, nə o deyilsə, nə bu deyilsə, onda nə tək, nə cüt funksiya olur. O da olur D variantında. Sonra 65. Hansı cüt funksiyadır? Dedik ki, cüt funksiyalar ordinat oxuna nəzərən simmetriklər. Yəni, o funksiyaların tən ortasından ordinat oxu keçir. O da A variantındadır. 66. Hansı funksiya təkdir? Deməli, dedik ki, qüvvəti tək olan funksiyalar tək funksiyadır. Onların cəmi də, fərqi də tək funksiyadır. Baxın, tək, tək və cəm oldu C. İndi baxaq, o birilər niyə ödəmir? Cütdür, ödəmir. Sabit funksiya cüt sayılır, ödəmir. Cütdür, ödəmir. Burada da sabit var deyən, o da cüt olduğuna görə ödəmir. Cavab C. 67. Hansı həm cüt, həm tək funksiyadır? Uşaqlar, həm cüt, həm tək funksiya yeganə funksiyadır ki, o da 0 olan funksiyadır. 68. Burada B oldu deyəsən. 68. Aşağıdakı funksiyalardan hansı nə tək, nə cütdür? Deməli, baxaq. Bax, A variantında cütdür. Cütdür, cütdür. Deməli, bu cüt oldu. Burada təkdir. Burada isə bu təkdir, bu cütdür. Tək ilə cütün cəmi uşaqlar nə tək verir, nə cüt verir. Ona görə cavab C. Məsələn, burada cütdür, cütdür, cavab cüt eləyir. Burada təkdir. Amma bizə lazımdır nə tək, nə cüt, o da C variantındadır. 69. Əsas dövrü T bərabərdir 3 olan fx funksiyası üçün f1 4-dür. Və f4 ilə f7-nin cəmidir. Bax, dövr bilirsən nə deməkdir? Bu, o deməkdir ki, məsələn, f1 verib ha sənə 4. Növbəti dəfə 3 addımdan sonra yenə də cavabı 4 alacaqsan. Yəni, 3 addımdan sonra, bax, f1-i 4 verib sənə. 3 addımdan sonra, yəni 1 üstə gəl 3, yenə də 4 verir. Onda belə çıxır ki, f4 nədir uşaqlar? 4-dür. Və yenə hər dəfə 3-ün misillərini üstə gəlsən, yəni bir dənə də 3 gəlsən və yaxud da 3-ün misillərini gəlsən, 3-ün misilləri nə deməkdir? 3-ün 3 qatı, 2 qatı, 5 qatı və s. Yenə də eyni cavabı alacaqsan. Dövr etmək o deməkdir. Onda deməli 1-in üstünə 3 gəldin, yenə 4, deməli f4 oldu, elə 4. F7-ni necə alıblar ki? Baxın uşaqlar, F7-ni necə alıblar? 1-in üstünə
3-ün 2 mislini gəliblər. Bayaq dedim ha, misillərini üstə gəl. Yəni 3-ün misillərini hər dəfə üstə gələndə yenə də F1-ə gəlir çıxır. Yəni yenə də cavab 4. Belə çıxır ki, F7 də 4-dür. F7 də 4-dür. Niyə uşaqlar? Niyə? Çünki dediyim kimi verilmiş funksiyanın üzərinə bu dövrləri gələ-gələ F7-ni ala bilmişik. Məsələn, F8-i ala bilməyəcəkdim F1 ilə bağlı. Çünki 1-in üstünə 3-ün neçə qatını gəlim ki, 8 eləsin? Yoxdur, düzdür? Hə, F8-i ala bilməyəcəkdim. Amma F7-ni onlar özləri elə verib ki, sən bu 1-lə əlaqələndirəsən. 1-lə və 3-lə əlaqələndirəsən də. Onda belə çıxır ki, bu da 4-dür cavabı, bu da 4-dür, cavab 8. Sonra 70-ə baxaq. Burada da dövrünü 4 veriblər. Deməli, hər dəfə üstünə 4 gələcək. Və mənə F6 verib, bax. Nəyi soruşur? Deyir ki, F3, F2-ni tap. Deməli, mən F2-ni bu dövrlə əlaqələndirməliyəm. Necə ala bilərəm ki? Bax, necə ala bilərəm? Mən bunu ala bilərəmmi, uşaqlar? F6 çıx 4 şəklində. Ala bilərəm də. Dedim ki, 4 dövr o deməkdir ki, həmən dövrü üstünə gələndə də, çıxanda da funksiyanın qiyməti dəyişmir. Əvvəlki qiymətinə qayıdır. Onda elə bu F6-ya bərabər, yəni bu 4 sayılmır. Onda belə çıxır ki, F6-ya bərabər imiş. Aha, baxın, sən demə F2 F6-ya bərabər imiş. Niyə? Çünki 6-dan 4 addım geri gedib 2-ni alıblar. 4 addım geri gedib 2-ni alıblar. Onda bunun cavabı elə 12-dir. Onda mənə deyir ki, 3 vurulsun F2 üstə gəl 9-u hesabla. Yəni 3 vurulsun 12 üstə gəl 9. 36 üstə gəl 9, cavab 45. A variantı. 71-ə baxaq. Xətti funksiyanı göstərin. Çox sadə. Xətti funksiya y bərabərdir kx üstə gəl 5 şəklində olan funksiyalardır. O da A variantıdır. Niyə B olmaz? Çünki məxrəcdə x var. Niyə C olmaz? Kvadrat var. Niyə Y olmaz? Kvadrat var. Niyə D olmaz? Kub var. 72-yə baxaq. Aşağıdakı funksiyalardan hansı xətti funksiya deyil? A variantı. Niyə? Məxrəcdə x var. 73. Funksiyalardan neçəsi xəttidir? 1, 2, 3. Bu deyil kvadratdır. Bu deyil məxrəcdə x var. 4. Neçəsi oldu? 4-ü A variantı. Sonra 74. Aşağıdakılardan hansı xətti funksiya deyil? Y variantı, yox, D variantı. Elə bildim x kökün altındadır ona görə. D variantı. Niyə? Məxrəcdə x var o yüzdən. 74 oldu D variantı. 75. Funksiyanın bucaq əmsalını tap. Uşaqlar, xətti funksiyalarda bucaq əmsalı k-dır, yəni x-in əmsalıdır. O da olacaq 2C variantı. Sonra 76-ya baxaq. Funksiyanın bucaq əmsalını tapın. Dedik ki, x-in əmsalıdır, yəni -2-də 1. B variantı. 77. Düz xəttinin bucaq əmsalını tapın. Uşaqlar, bucaq əmsalı k bərabərdir. Deməli, x-in əmsalının daha doğrusu əksini, yəni burada x-in əmsalı neçədir? 2. Əksi nədir? -2. Bölürük nəyə uşaqlar? Y-in əmsalına, yəni 3-ə. Oldu -3-də 2.
Yadınızda saxlayın. Deməli, k bərabərdir necə oldu? Mənfi, belə deyim, x-in əmsalı, yazacağım bura mənfi, nə yazaq? A yazaq, tutaq ki, x-in əmsalı bölünsün. B, buradan da yazaq A, x-in əmsalı, B isə y-in əmsalıdır. Bunu yadınızda saxlayın. Və ya bu hardan alınır? Buradan y-i tək buraxaq. 3y bərabərdir. 2x-i keçirdək bir tərəfə, 4-ü də keçirdək bir tərəfə. Olacaq mənfi 2x çıx 4. Və hər tərəfi 3-ə bölsək, mənfi 2 böl 3x çıx 4 böl 3. Həqiqətən də burada k x-in əmsalıdır. Bu da mənfi 3-də 2. Yəni, istəsəniz belə də tapa bilərsiniz. Bu, onun alınma yoludur da. Burada belə böyük bir sir yoxdur ki, uşaqlar. Düz xəttinin bucaq əmsalı. Nə dedik k-nı tapanda? X-in əksi, yəni mənfi 2-də 1 bölək y-in əmsalına, yəni 7-yə. O da eləyir mənfi 14-də 1. D variantı. 79. Aşağıdakı xətti funksiyalardan hansı həmişə azalır? Aha, uşaqlar, xətti funksiyanın azalan olması k-dan asılıdır. K kiçikdirsə 0-dan azalan funksiyadır. O da c-dədir. Çünki baxın, x-in əmsalı mənfidir. 80. Hansı şərt ödəndikdə funksiyası artan funksiyadır? Bayaq nə dedik? 0-dan böyük, yəni A variantı. 81-ə baxaq. Funksiyasında k böyükdür 0, b kiçikdir 0 olarsa funksiyanın qrafiki hansı rübdən keçir? Gəlin, mən sizə bunu şəkillə göstərim. Əvvəla, k böyükdürsə 0 olanda bu funksiya 1-də başlayacaq, 3-də bitəcək. Bax, burada başlayacaq, burada bitəcək. B kiçikdirsə 0-dan uşaqlar, o y oxunu aşağı yarım müstəvidə kəsəcək, yəni burada kəsəcək. Onda bu 3 nöqtəni biraz qəşəng quraq. Bu 3 nöqtəni birləşdirsək, bunu getdik. Alınacaq hansı rüblər? 1, gəldi buradan keçdi, bura 4-cü rübdür. Bir də sonu da burada qutardı. 1, 4, 3. Y variantı. Funksiyanın qrafiklərindən təzə səhifə açın. Hansı ola bilər? Hansı ola bilər? Baxın. Birinci burada k-ya bax. K kiçikdirsə 0-dan. Deməli 2-4 rüblərini axtar. Onda A getdi, D getdi, Y getdi. 2 dənəsinin arasında qaldıq B ilə C. Sonra bura bax. Bu, əgər mənfi 2-dirsə, deməli, y oxunu aşağıdan kəsib. Buna görə cavab C variantı. Deməli, hansı oldu burada? C oldu. 83. Yenə də birinci bura baxıram. K kiçikdir 0-dan, yəni 2-4-ləri axtarıram. Onda A çıxdı, B çıxdı. Aha, 3 variant qaldı əlimdə. Çünki 3 variantın 3-ü də 2-4-dür. Ona görə buradan kömək alıram. Mənfi 1 y oxunu aşağıdan kəsir və mənfi 1-dən, o da C variantı. 84. Funksiyanın qrafiki nöqtəsindən və nöqtəsindən keçərsə K və B-nin işarəsini təyin elə. Aha, ümumiyyətlə, uşaqlar, K-nın tapılma düsturu var ki, y bərabərdir. y2 çıx y1 böl x2 çıx x1 dir. Düzdür? Onda yerinə qoyaq da bu olsun x1, bax, bu olsun x1, bu olsun y1. Bu olsun x2, bu olsun y2. y2 çıx y1, yəni 7 çıx 2, 7 çıx 2 böl x2, yəni mənfi 9, çıx x1, yəni 1. Aşağı eləyir mənfi 10, yuxarı eləyir 5. Mənfi 2-də 1. Mənə deyirdi K-nın işarəsini təyin elə. K nə oldu?
Sıfırdan kiçik, çünki -2-də 1-dir. Ona görə A variantı çıxdı, B çıxdı, D çıxdı, Y çıxdı. Qaldı nə? C. Əla. 85. Funksiyanın qrafiki hansı rüblərdən keçir? Bu, uşaqlar, 5x, B yoxdur burada. K üstəgəl B var, ha. B yoxdur. B-nin əvəzinə üstəgəl 0 yaza bilərsənsə, biz demişdik ki, deməli, bu üstə gəlinmiş B, Y oxunu kəsdiyi nöqtədir. Belə çıxır ki, Y oxunu 0-da kəsir. Əla. Və sonra K-ya baxırıq. K 0-dan böyükdürsə, dedik ki, birinci rüblə 3-cü rübdə, birinci rübdə başlayıb 3-cü rübdə bitməlidir. Onda 0-dan keçmək şərti ilə 1-də başlayıb 3-də bitsə, sadəcə birinci, 3-cü rüblərdən keçmiş olacaq. 86. Funksiyanın qrafiki aşağıdakılardan hansı ola bilər? Baxın, K mənfidir. Hansı rüblərdir? 2, 4. Deməli, A çıxdı, B çıxdı, D çıxdı, Y çıxdı və solda C var. Çox sadə veriblər, sağ olsunlar. Qrafikə əsasən xətti asılılığı tapın. Deməli, baxaq. Qrafikə əsasən, hə. Baxın, birinci bilirsiniz burada nəyə, tez nəyə nəzər eləyin. Y oxunu kəsdiyi nöqtəyə. Harada kəsir? -1-də. O Y bərabərdir KX üstəgəl B var. Həmən o B deməli nə imiş? -1 imiş. O da ona görə, bax, C getdi, D getdi, Y getdi. Qaldı əlimizdə 2 dənə variant. İndi bu hansıdır? Uşaqlar, ondan sonra, bunu təyin elədikdən sonra gəlirəm 3-dən istifadə eləyəcəm. 3 nədir? X oxunu kəsdiyi nöqtədir. Yadınızda X oxunu kəsdiyi nöqtə nə deməkdir? Y-i nədir bu nöqtənin? 0-dır da. Yəni X-i 3-dürsə, Y-i 0-dır. Onda mən də baxıram burada hansında X-in yerinə 3 qoysam Y-im 0 alınır. Əlbəttə ki, B variantında. Bax, bu cür yoxlaya bilərsiniz də. Yəni, asan yollardan istifadə edin də. 88. Funksiyanın qrafiki bu funksiyanın qrafikinə paraleldir. Aha, gəlin bir bunun qaydasına baxaq. Əgər bizə məsələn, Y1 funksiyası verilib K1 X üstəgəl tutaq ki, B1 və ikinci bir funksiya verilibsə K2X, məsələn, burada olsun X1, burada olsun X2 də olar və yaxud da X1, X2 niyə yazırıq ki? Adi yazaq. Əsas K-larımıza baxacaq. Hə, üstəgəl B2, yəni 2 dənə bizə funksiya verilibsə, bu funksiyaların, uşaqlar, bu funksiyaların K1-ləri bir-birinə bərabərdir. B1-ləri B2 ilə fərqlidirsə, onda bu funksiyalar nə demişdik? Paralel yerləşir demişdik. Şəkli necə olacaq? Şəkli necə olacaq? Birinin şəkli belə olacaq. Tax ki, burası B1-dir də. Dedik axı, Y oxunu kəsdiyi nöqtə B nöqtəsidir. O biri də tutaq ki, buradan kəsib keçib. Bu da B2-ci nöqtədir. Amma K-ları bərabərdir deyən ikisi də eyni istiqamətdə olur. Görürsünüz? Necə yerləşmiş oldu? Paralel. Aha, deməli, paralel olması üçün uşaqlar, B-lər fərqli olmalıdır, K-lar bərabər olmalıdır. Bunun K-sı məlumdur, 0,2. Belə çıxır ki, bunun da K-sı, uşaqlar, 0,2 olmalıdır. A variantı. K-nın hansı qiymətində yenə də funksiyaların paralel olduğunu deyib, bayaq nə dedik? K-lar bərabər olmalıdır. Bunun K-sı 2-dir. Deməli, bunun da K-sı 2 olmalıdır. 90.
Funksiyanın qrafiki ilə funksiyanın qrafiki paralel. Bunun k-sı nədir uşaqlar? 3. Deməli, bunda k-sı 3 olmalıdır. B variantı. 91-ə baxaq. B-nin hansı qiymətində funksiyanın qrafiki koordinat başlanğıcından keçir? Hə. Baxın uşaqlar. Koordinat başlanğıcından keçən funksiyanı tapmaq üçün x-in yerinə 0 qoyursan, əgər y-da 0 alınırsa keçir. Onda deyir B-nin hansı qiymətində? Əlbəttə ki, B-nin y-a da 0 qoydun, x-a da 0 qoyursansa B-də yazıq nə olmalıdır? Əlbəttə ki, 0 olmalıdır. 92. Aşağıdakı funksiyalardan hansının qrafiki koordinat başlanğıcından keçir? Nə dedik? Bunu yoxlayırıq. X-a da 0 qoy, y-a da 0 qoy. Nə qalır yerdə? 2. Olmaz. 0, 0 olmalıdır. X-a 0, y-a 0 olmaz. X-a 0, y-a 0 bəli. Bərabərlik ödəndi. Yəni C. 93. B-nin hansı qiymətində funksiyanın qrafiki koordinat başlanğıcından keçir? Yenə də x-a 0, y-a 0 qoyanda B-nin də qiymətinə nə düşmüş olur? 0 düşmüş olur. C variantı. 94. Funksiyanın qrafiki hansıdır? Uşaqlar, bu tərs funksiyadır. Tərs funksiyanın qrafiki adı, funksiyaları tanımaq lazımdır. Qaydalarda var. PDF-dən əldə edib oxuya bilərsiniz. K-nın hansı qiymətlərində funksiyanın qrafiki ikinci, dördüncü rüblərdən yerləşir. K-nın əlbəttə ki, 0-dan kiçik. Yəni, bu sadə bir qaydalardır uşaqlar. 95-də C. 96. Funksiya üçün aşağıdakılardan hansı doğrudur? OX oxunu bir nöqtədə kəsir. Ümumiyyətlə, OX oxunu kəsmir. Çünki X 0 ola bilmir. Y da dolayısıyla ola bilmir. B bəndə OY oxunu bir nöqtədə kəsir. Ümumiyyətlə, Y oxunu kəsmir. Koordinat oxlarını kəsmir bu funksiya. 0-1 nöqtəsindən keçir. X-in yerinə necə 0 qoymaq olar ki? Olmaz. D-də koordinat başlanğıcından keçir. Necə X-in yerinə 0 qoymaq olmaz. Y variantı qalır. 97-yə baxaq. Funksiyanın tərs funksiyasını tapın. Uşaqlar, burada da bir ulduz qoyaq. Funksiyanın tərs funksiyasını tapmaq üçün bura yazın ki, x və y-ın yerini dəyiş və y-ı tap. Onda x ilə y-ın yerini dəyişək. Y bərabərdir, biz yazırıq x bərabərdir. 4y üstəgəl 1 və y-ı tap demişik. Onda 4y-ı tapsaq, 1-i keçirdirik x-in yanına və y-ı tapanda hər tərəfini yenirik uşaqlar 4-ə bölürük. Yəni x çıx 1 böl 4. Olur B variantı. 98. Fx bərabərdir 2x çıx 4. Amma f mənfi 1 x-i istəyir uşaqlar. F mənfi 1 x-i tapmaq, bu yəni bu f-in tərsini tapmaq deməkdir. Tərsini tapmaq deməkdir. Onda f-in tərsi necə tapılırdı? Dedik, x ilə y-ın yerini dəyiş. Yəni, bu əslində y deməkdir də. Onda yazırıq, x bərabərdir 2y çıx 4 və y-ı tapırıq. 2y, 4-ü gətiririk bu tərəfə. X üstə gəl 4 olur və hər tərəfi 2-yə bölürük. X üstə gəl 4 böl 2. A variantı. Bu arada yəqin ki, uşaqlar, like edirsiniz də. 99-a baxaq. Funksiyanın tərsini tap. Yenə də y bərabərdir x çıx 2-dirsə, buradakı fx, y kimi götürürəm də. Yerini dəyişirik, x bərabərdir y çıx 2 yazırıq və y-ı tapanda 2 gəlsin x-in yanına, 2 üstəgəl x olur B variantı. 100-ə baxırıq. Parabolasının təpə nöqtəsinin apsisini tapın. Uşaqlar, burada da bir qayda deyək. Parabolanın təpə nöqtəsi M-dən işarə olunur. M-i tapmaq üçün mənfi B böl 2A düsturu, N-i tapmaq üçün 4AC çıx B kvadratı böl 4A düsturundan istifadə edir və məndən apsisi istədiyinə görə apsis budur.
İndi biz nəyə baxırıq? Y bərabərdir x kvadratı çıx 4x üstəgəl 12 funksiyasına görə burada a x kvadratının əmsalıdır, yəni 1-dir. B ikinci x-in əmsalıdır, yəni -4-dür. C isə 12-dir. Gətirək burada yerinə qoyaq. Bizdən absis istəyir, yəni m istəyir. Bir dəqiqə. M istəyir. -b böl 2a. Mənfi b-miz -4-dür. Böl 2a. A-mız 1-dir. Böl 2. Bərabərdir -2. Yox. -2 niyə? Mənfilər getdi. Müsbət 2 üzürlü sayın B variantı. Bəli.